Çubuqlar bölməsinə baxırıq. Deməli, çubuqları nömrələyərkən, daha doğrusu nömrələnmiş çubuğumuz var 12 dənə və bunlar bir-birinə bağlar vasitəsilə birləşdirilibdir. Və bizdən nə istəyir? Ən böyük dəstəyə malik olan çubuqların nömrələri cəmini istəyir. Birincisi, görürük ki, 12 çubuğumuz var və bunlar bir-birlərinə bağlanıblar bağlar vasitəsilə və başlamaq lazımdır təbii ki, ən birinci başdan necə başlayırsa o. Məsəl üçün, birinci çubuğumuzdan başlayırıq, davam edirik. Deməli, buradan işarələyirik birdən, gəldik, burada tamamlandısa, dayandısa, bunun ətəyinə baxırıq, yəni bu cərgəyə baxırıq, bu cərgədə artıq yoxdursa, deməli, bu çubuq burada da dayandı. Bu ən qısadır demək olar ki, yoxdur. Sonra keçirik 2 nömrəlidən. Məsələn, fərqli bir rəng seçək. Fərqli bir rənglə 2-dən başlayırıq. 2-dən başladıq, getdik və gördünüz ki, 11-də dayandı. 11-in cərgəsinə baxanda görürük ki, aşağıda davam eləyir. Davam eləyib düşürük aşağı, sonra gəldik. Sonra görürük yenə yuxarıda var, davam eləyirik, gəldik və bu cərgədə görürük ki, artıq burada nə oldu? Tamamlandı, yoxdur. Davamı yoxdur və çubuq dəstəsi belə bir şey olmalıdır ki, başlanğıcdan sona elə gəlməlidir ki, axırda gəlib hardan başlamışdırsa, həmən yerə sonluqda orayla tamamlanmalıdır. Deməli, indi başqa bir rəng baxırıq. Üçüncü çubuğumuzdan gəlirik, gəldik, düşdük, gedirik, gəldik, getdik. Və bu beləliklə də davam eləyir. Eyni sırada davam eləyirik, gəlirik, bəli. Bu ən dəstə budur. Yəni, normal olaraq çubuq dəstəmiz budur. Və biz burada baxırıq ki, hansı çubuqlardan, hansı nömrələnmiş çubuqlardan istifadə olunubdur burada. Deməli, 3-dən istifadə olunub. Sonra hansı çubuq dəstələridir? Baxmalıyıq. 4-cü çubuq dəstəmizdir. 3, 4 istifadə olunubdur. 5-dən istifadə olunubdur. 6-dan istifadə olunubdur. 7-də yoxdur. 8-də yoxdur. Deməli, yəni buna aidi yoxdur. Belə deyək. 9-da var. Deməli, 3, 4, 5, 6, 9 və 10 nömrəli. 9 və 10 nömrəli çubuqlardan istifadə olunur. Və bizdən burada nə istəyir? Bunların cəmini istəyir təbii ki. Deməli, 3, 4, 7, 5 də gəldik 12, 6 da buradan 18, 9 bu 27, 10 da bu 37. Cəm elədi 37. Yəni, çubuqlar bunlardır və bu çubuqları bu bağ vasitəsilə birləşdirir. Hansı çubuqlar əlavə olundu bizim bu gedən bağımıza? Həmən çubuqların nömrələrini götürürük.